Əziz şagirdlərim, mənə ünvanladığınız ən çox suallardan biri də müəllimə, biz neçənci sinifdən tarix hazırlığına başlayaq? Bax, mən tarix hazırlığına başlamağı sizin öz ixtiyarınıza buraxıram. Əgər siz hadisələri yadda saxlamaqda, yaxud da ki, hadisələri anlamaqda özünüzdə bu rahatçılığa əminsinizsə, bəli, mən sizə məsləhət görərəm tarixi 10-cu sinifdən amma qaydası ilə hazırlaşmağı məsləhət görürəm. Yox, görürsünüz ki, baş verən prosesləri yadda saxlamaq, xronoloji ardıcıllıqların yadda çıxması, ardıcıllıqların itirilməsi varsa, bəli, onda 9-cu sinifdən yenə də deyirəm, stabil qayda ilə hazırlaşmağı məsləhət görürəm. Yaxşı, necə olur ki, tarixi yadda saxlamaq bizim üçün asandır, yaxud da bizim üçün çətindir? Mən deyirəm və həmişə də deyəcəm. Ən çox sizin metakognitiv biliyiniz olmalıdır, əziz şagirdlərim. Yəni, metakognitiv bilik nədir? Biz kör-körənə, yaxud da ki, tarixə biganə yanaşaraq öyrənməli deyilik. Məsəl üçün, bax, bugün şagirdlərin Şəddadilər dövlətində erməni, Bizans, gürcülərə qarşı mübarizəsini qarışdırırlar. Məsəl üçün, 1037-ci ildə demişdik ki, Dəbil kimdədir? Ermənilərdə. Erməni, Bizans qüvvələrini məğlub eləyirik. 1038-ci ildə Tiflis kimdədir? Gürcülərdə. Bəli, deyəcəksiniz ki, Bizans gürcü qoşunlarını məğlub etmişdik və 1038, bəli, 1048-ci ildə nə idi? Erməni, Bizans və gürcü qüvvələrini məğlub etmişdik. Baxın, hadisələrə baxırıq. Biz hadisəni belə öyrənsək, sizcə bizdə nəyisə öyrənməkdə çətinlik olacaq? Yox, əlbəttə olmayacaq. Və mən də istəməzdim ki, tarixi öyrənmək sizin üçün bu qədər çətin olsun. Yaxud da ki, tarix bizə çətindir deyə biz ikinci, üçüncü qrupa getmirik deyə belə bir şey yoxdur. Və mən inanıram ki, mənim şagirdlərim, bizim gələcək nəsillərimiz tarixi daha gözəl öyrənib və gələcəyə ötürəcəkdir. Və təşəkkürümü bildirmək istəyirəm mənə dəstək olan şagirdlərimə, valideynlərimə. Çox sağ olun, var olun, izləməkdə və yenə də abunə olmaqda davam edin ki, tarixi necə rahat və necə anlaşılıqlı şəkildə öyrənməyin yollarını mən sizə başa salacağam. Təşəkkür edirəm.